İran'da geçen en son seçimler, hususen Gərbi Azərbaycanda bu seçimlerin etkileri ve İran rejiminin ziddi xalqi siyasetleri ele alınmıştır. Birinci bölümde seçim sonuçlarının olumsuz təsirlərindən danışmışdıq. İkinci bölümde ise İran rejiminin bu seçimlerde kısa müddetli hedeflerini araştırıp ve onların hakkında danışmıştık. Bu bölümde ise İran rejiminin bu seçimlerde uzun müddet hedefleri Gərbi Azərbaycanda nedir diye onun hakkında danışacağıq. Sözü ikinci bölümün sonundan devam etməliyik. Ve bu sualı özümüze verməliyik ki, acaba İran rejimi Gərbi Azərbaycanda, ələlxüsus Urmiyədə geçmiş 45 yıllık tarih bu rejimin ərəfəsində ve hatta bundan qabaqçı Şah rejimi ərəfəsində Urmiyədən gedən nümayəndələrin milli kimliyinə baxdığımızda en son seçimde Urmiyədən 2 Kürdün seçilmesi ve en çok ses getiren nümayəndələr olan ve Türk kimliği olan İran rejimi nümayəndəsi en az ses getiren birisi kimi göstermek hangi hedefleri ya hangi stratejik ve uzun müddet hedefleri izlemektedir. Burada her şeyden evvel Gərbi Azərbaycanın jeopolitikasına baxmalıyıq. Gərbi Azərbaycan, Azərbaycanın harasına yerleşir? Hangi ölkələrlə sərhəd və sınırı vardır? Və bu sınır və sərhədlər Gərbi Azərbaycanın pozisyonu jeopolitik olarak necə gücləndirir? Ümumiyyətdə Azərbaycan və özəlliklə onun bir bölümü Gərbi Azərbaycan 3 başka ülkeyle sınırlanır. Türkiye, Azerbaycan ve Irak. Bir taraftan da Gərbi Azərbaycan İran'ın Avrupa'ya qara sınırıdır. Yani zemini yoludur. Bu arada en dikkat çekici ve en önemli olan Gərbi Azərbaycana Azərbaycanla Türkiyəni sınır ve sərhəd cəhətindən birləşdirməsidir. Yani İran'da olan Azerbaycan'la Türkiye ve bir taraftan da ülke olarak Azerbaycan, Gərbi Azerbaycan vasıtasıyla o ülkelerle siyasi, iktisadi, içtimai ve ələlxüsus kültürel alışveriş içinde rahatça olabilirler. Bu yönden Gərbi Azərbaycanın sınır ve sərhədləri jeopolitika cəhətindən Azərbaycan üçün həyati önəm daşıyan bir faktor ve varlıqdır. Başka deyişlə, Gərbi Azərbaycan ümumiyyətdə İranda yerləşən Azərbaycana bir var-yox məsələsidir. Ama İran rejiminin faşisti ve daxili sömürgəsi siyasetine dikkatle baxırsaq, orada İran rejimi her türlü ve her zaman İran'da yerleşen Azerbaycan'la ve Türk halkı ile özellikle Türkiye'nin ve Azerbaycan'ın əlaqələrini kəsməyə çalışmıştır. Sual budur ki, İran rejimi nə vasitə ilə Azerbaycan'ın, ələlxüsus Türklərin Türkiye ile əlaqələrini kəsə bilir? Bu sualın cevabı yaxın tariximizə baxdığımızda çox aydın göze çarpır. İran rejimi bu alçak hedefe çatma için Gərbi Azərbaycanın demografisini yani terkibi cəmiyyətini değişmeye teşebbüs etmiştir. Ve bu teşebbüsün tarihi çok da kısa tarih değildir. Numune olarak göstermek istesem, Irak Savaşı'nda Kürt halkı Saddam Hüseyin'in baskısı altında kaldığı zaman ve Hələbçə kimyasal bombardımana məruz qaldığında milyondan çox insan evlərindən didərgin düşmüşlər və qonşu ölkələrə sığınmışlar. O cümlədən İrana və Türkiye'ye. İran rejimi məqsədli olaraq İrana gələn Kürt mühacirlərinin ən çoxunu Gərbi Azərbaycanda və ələlxüsus Urmuda yerləşdirmişdir. Əlbəttə bunda işarət etmək lazımdır ki, Urmiyə böyük bir şəhər olduğu üçün, iş mərkəzinə çevrildiyi üçün əlbəttə ki, Kürdlərə bir çəkici rol oynamışdır və bu vasitəylə bir bölüm Kürdləri Kürdistanın şəhər və kəndlərindən iş üçün, cahən rifahda yaşamaq üçün və cahən təhsil üçün Urmiyə çəkmişdir. Və Urmiyənin bu vasitəylə Kürt cəmiyyətini yüksətmişdir. Kim bilə bilərdi ki, bir gün İran rejimi Kürtlərin Urmuda artışmasından istifadə edərək
öz faşisti məqsədləri üçün Urmudan Kürd nümayəndəsi İran məclisinə göndərəcəkmiş və bu vasitə ilə Kürdlərin ifrati, tosiyə tələb və ilhaqçı cərəyanların əlinə bu bəhanəni verəcəkdi ki, 3-5 nəfər Urmu küçələrində çıxıb Urmu Kürdistanəs deyə şüar versinlər və bu vasitə ilə güya Kürdlər çoxunluqda imişlər deyə göstərməyə çalışsın. İran rejiminin əsli məqsədi İranda türkləri kuşatmaq, zəiflətmə və saylarını azaltma və onların yaşadığı bölgələrin demografisini, yəni tərkibi cəmiyyətin dəyişmədə və İranda yaşayan türk xalqı ilə Türkiyənin əlaqəsini kəsməkdədir. Bu oyun və ya bu siyasət Stalin dövründə bir başqa türlü əməl olmuşdu. Yəni Stalin Sovyet Birliyində türklərin Türkiyə ilə və İranda yerləşən Azərbaycanla əlaqəsi kəsmək üçün türk alfabesini Kiril alfabesinə çevirdi və bu vasitə ilə türklərin bölgədə mənəvi əlaqələrini kəsdi. İndi isə İran İslam Cumhuriyyəti Qərbi Azərbaycanda demografını, tərkibi cəmiyyətini dəyişməklə İranda yerləşən Azərbaycanla Türkiyənin əlaqələrini kəsməyə çalışır. Təəssüflə İran rejiminin bu ziddi insani və ziddi Azərbaycan siyasəti Kürd hərəkatında ifrati nasionalistlərə dəstək verir, yanında durur. Onları bərabər və bir yürüməyə dəvət edir. Və təəssüflə bir kəsim Kürd hərəkatında bu siyasətə uymuşlar və Azərbaycana qarşı ərzi iddialar edirlər. Tosiə tələbanə düşüncələr yayırlar və bu vasitə ilə həqiqətən bəlirsiz gələcəkdə, yəni İran rejimi dəyişmə ərəfəsində Azərbaycanı iç savaşa götürməyə bu gündən çaba və çalışma içindədirlər. Təəssüflə bu gündən savaş elanı bəzi Kürd ifrati cərəyanlardan eşitməkdəyik. Bu vasitə ilə Qərbi Azərbaycanda seçkilərin sonuçlarına baxdığımızda bu danışıqda çizdiyim qaranlıq tablonu aydınca görmək olur.